Salam əziz və hörmətli dostlar. Güney Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 35-ci bölümünün ikinci xəbər yazaq qismətindəyik. İki xəbər seçdim, mütəəssifanə türkçə xəbər tapmadım. Bunun birincisi Araz News'dandır. Çox acı bir xəbərdir. Mən burada linkini qoyuram, bəlkə bir tədad dostları çağıraq gəlsin, bəlkə faydalı olar, gələn olursa. Gələn olmazsa da ki, özümüz gələn nəsil üçün burada çalışarıq. Salam əziz dostlar, çox sağ olun. Mən istirdim bir neçə dostumuzu dəvət edən gəlsinlər proqrama. Bəlkə faydalı olar, umaram ki. Sizlərdən də xahiş edirəm, sizlər də yayasınız, bəlkə hər halda bir də insanlarımıza heç olmasa bir miqdar əvvəldə bir hiss verər, yavaş-yavaş onlar da yazmağa daxil olanlar. Jurnalist dərslərinin xəbər yazaq qismətinin birinci linki göndərdim. Əgər yenə də o həmən linki bir də göndərim. Gəlibdir, bəli. Birinci linki gördük. Bu link Araz News'dandır. و اعتیاد در ایران 2 نقطه آمار فاجعه بار اعتیاد در مدارس ایران. Ben biraz bunu yekəldim ki, eləyə bilim uzaqdan görüm. Ondan sonra gedək və bunu oxuyaq. Bir anda gözəl bir əks qoyubdur. Tamam. Araz News yazıb ki, اعتیاد در ایران 2 نقطه آمار اصل تیتر بوده آمار فاجعه بار اعتیاد در مدارس ایران. Görək ki, bu titrin iradı nədir? Bir dənə ehtiyat der İran qrupdur. Yəni, İranda bir ehtiyat. İllərdir bu məsələ deyilir və heç təsiri yoxdur. Dedik ki, bəzi şeylər o qədər təkrar olar ki, insanlar ona adət elərlər. Adət eləyəndən sonra oxumazlar. Ehtiyat der İran, məsələn, indi bəlkə 50 ildir siqarın məzərratından, zərərindən danışırlar. Amma heç kəs eşitməz. Çünki o adam ki, siqar çəkmir, o adam zaten oxumaz bu məqaləni. Çünki müşkülü dəqiq oxusun. O adam da ki, siqar çəkir, o məqaləni oxumaz. Çünki ondan bilir ki, bunu müxalifət eləyəcəklər. Niyə oxusun? Onun üçün o məqalələr ki, siqarın haqqında yazılır, təsirsizdir. Təsirsizdir. Çünki ədəbiyyat için istifadə olunur siqarın əleyhinə, onların hamısı yüzlər dəfə yazılıbdır, camiə şey olubdur, silimsiyib onun qabağında. Onun üçün bu üstəki titrəsən götürməlidir, olmamalıdır. İndi gələk bura, amar faciə bar ehtiyat der mədaris İran. Burada amar faciə bar olar.
آمار faciə bar. Baxın, bir zəlzələ faciə bardır. Zəlzələ faciə bardır. Deyək, deməyək, zəlzələnin faciəsi olur. Üstünə amarın faciəsi olmaz ki, amar ədəddir. Deyir ki, məsələn, 100.000 İranlı mədrəsə uşağı mövtaddır. Məsələn, bu faciə deyil ki, bu bir amardır. Zilzilənin, əlbəttə buradan silir deyə nəzərə gələr ki, zilzilədə danışır. Yox. 100.000 dana İranda mövtad uşaq var, mədrəsə uşağı var. Bu faciə bar deyil. Faciə bar o zaman əslən faciənin mənası nədir camiədə? Camiədə faciənin mənası nədir? Bir nəfər özünü öldürür faciədir ya yox? Bir dana camiədə il başınacan 20.000 nəfər özünü öldürür faciədir ya yox? Bir camiədə ilin başınacan 300.000 nəfər təsadüfdə ölür faciədir ya yox? Yəni faciə bağlıdır, insanlar vaksini olublar, bunun qabağında sirimsiyiblər, bunu düşüb bulasınlar. Amar faciə bar olmaz hər halda. Amar amardır, bir elmidir, ədəddir. Heç vaxt faciə bar olmaz. Faciə nə deməkdir? Məsələn, deyək, acı, zərər vuran, belə bir şey. Mən mənasını bilmirəm, doğrudan desə, faciə bilmədim nədir. Özüm də işlədərəm, amma bilmirəm nədir. Fəcədəndir. Görək, baxam, görüm nədir. Amma mən mütməyinnəm ki, bu dostumuz ki, bu xəbəri yazıbdır, bilmir faciə nədir, bar nə mənə olar, faciə bar nə deməkdir, amar faciə bar əslən yoxumuzdur. Bütün amar amardır, amar faciə bar olmaz. Ehtiyat faciə bar ola bilər. Ehtiyat özü faciə bar olmaz. Bəlkə ehtiyatın sonucu mu'tadlıq faciədir. Ehtiyat özü yox. Çünki məsələn biz hamımız çörək yeməğa mu'tadıq. Çörək, lavaş, bərbəri. Mu'tadıq. Çünki o çörəyin içində, o bərbərinin içində, buğdanın yəni içində ki, un olur, ondan çörək düzəldir. O buğdada bir dənə maddə var ki, bizi mu'tad edər. Və biz hamımız mu'tadıq çörəyə, buğdiyə. Niyəsi? Bilmirik. Çünki içində bir maddə var ki, dəqiqən məvad müxəddirin işini görür bizim üstümüzdə. Uzun zamanda yediyimiz üçün, hətta görürsünüz ki, şorba düzəldirik, ət şorbası. Çörəyi doğruruq içinə, çörəyi ilə yiyirik. Çörəyi doğruruq suya, sonra həman çörək ki, biraz yaş olubdur, quru çörəyi ilə qoyur ağzımıza. Ehtiyatdır. Çörək yemək. Düyünü çörək ilə yiyirik. Hər şeyi çörək ilə yiyirik. Yəni, bu qərbidə məsələn, bu qədər yeminlər, onlarda ehtiyatları var, amma azdır. Ehtiyat özü yox, nəticəsi faciə ola bilər. Amma dedim, biz məsələn çörəyə mu'tadıq, amma faciə deyil. Ehtiyatın nəticəsi faciə ola bilər, amma amar olmaz. Bunun yerinə yazsaydı amar mu'tadan. Amar mu'tadanı. Məsələn, در مدارس ایران yerine yazsaydı, dergi götürseydi yazsaydı مدارس ایران, amar mu'tadanı مدارس, məsələn, مدارس deyək, elə ibtidai rahimə edə bilirsən, İran. Həm titri qıssa olardı, həm də gözəl görünərdi. Mən görüm ki, əslən, bu bərnamə gedir ya yox, sonra. Tamam. Araz News, xəbərin üstünə gedək, Araz News, مدیر کل امور اجتماعی و فرهنگی استانداری آذربایجان شرقی
Gerek burada yazıydı Azərbaycanlı şərhindən sonra nokta virgül Behruz Mehdevi virgül در جلسه صبح امروز hangi gün? Cəlibdir dostlar, bu məsələ, bu emruz məsələsi, emruz həmin əl'an Instagramda dahi məni dəli edirdi. Telegramda daha adamı dəli edir. Niyə? Hamısı yazıblar ki, baran həməknun, təgərk həməknun, sel həməknun. Ağa həməknun ha vaxtdır, bu film ha vaxtınkidir, bu əks ha vaxtınkidir. Qardaşım, bunun altında yaz yine. Emruz, məsələn, seşənbə, ayın hər neçəsidir, məsələn, bizim burada ayın 16-sıdır, 15'i diyor, 15'i May, ondan sonra saat da koy orada, sen ki yazırsan bu saatini de yaz. Emruz her nemene, mesela emruz, dahil parantez seşenbe, 15 May, saat virgül, saat mesela 12, 2.50 dəqiqə. Yəni mən bu əksi o zaman salmışam. Mən də ki bunu oxuyuram, bir gün sonra, 10 gün sonra da görsəm bilim ki bu hangi günün amarıdır. Və mən özüm şəxsən məsələn göylüm var, görəm Azərbaycanda nə qədər yağış yağır, ha zaman yağış yağır, nə vəziyyətdədir. Çünki Urmu gölünə görə gecə gündüz Allahdan istəyirəm inşallah çox yağış yağsın. Bəlkə Azərbaycana bir 2 metr yağış yağar inşallah. Onun üçün mənə çox mühümmüdür, amma hamısını yazırlar dərcələsi صبح امروز ستاده مبارزه با مواد مخدر که در محل استانداری آذربایجان شرقی برگزار شد ویرجول دگوی میپتی گوی در رابطه با به صدا در آمدن زنگ خطر استعمال دخانیات در کشور هشدار داد. İndi baxın, titri buydu ki amar mu'tadan mədaris İran. Birinci şeydə titri, indi birinci lid ki gələcəkdir. Lid gərək bunu açsın da. Çünki mühüm, bu adamın mühüm nəzərinə bu ki çox mühümmüdür. Yaxşı, indi bu deyil. Birinci titri bu adamın ustandari Azərbaycan şərqinin üstündədir. Baxın, Mudir-i-Kolli Umur İctimai təbliğat deyək. Mudir-i-Kolli Umur İctimai və Fərhəngi ustandari Azərbaycan şəhri Behruz Mehdevi dərcələsi صبح امروز ki bəlli dəyir ha vaxtı امروز ستاد مبارزه با مواد مخدر که در محل استانداری جنتیکر آذربایجان شرقی برگزار شد ویرجولیت جهکویدی در رابطه با به صدا در آمدن زنج خطر استعمال دخانیات شفر هشدار داد. Buna əslin rəbti yoxdur. Deyə bilər titrura هشدار استانداری آذربایجان شرقی در مورد خطر استعمال دخانیات مواد مخدر احتیاط yoxdur. Amma görürük ki əmələn əslən o titrə görə yaxınlaşmıyor. Xəbərin birazını oxuyaq, birazı yazsın. Gedək əks qoyubdu, bir dənə əksi də məsələn indi bunlar muhtaddılar ya nədirlər bilmirəm, məhəllədəndir, mədrəsədən deyil, bəllidir. Salona aramış var orada بر مرکب صبر نشینید به مقصد پیروزی نمونه خواهد رسید. نمونه آمار faciə bar ehtiyat در مدارس. Orada da uşaqlar finallərin belə gördülər, həmin muhtaddılar. Bilirsiniz, bunu o əks qədəğandır dünyada. Baxın, orada 3 dənə uşaq var. Əlbəttə uşaq da deyirlər, bunlar cavandırlar, zahirən muhtaddılar elə bunlar. Bir ayrı yerdən dəstə bu muhtaddılar, uşaq deyirlər. Amma uşaq əhsin yazıda qalsın, biz heç vaxt istifadə eləmə haqqımız yoxdur dünyada da. Mudir-i-Kolli Umur İctimai və Fərhəngi üsulları Azərbaycan şərqi yenə ki o həman üstəkilərdir deyibdir, təkrar elədi bunu. Bu paragrafı geçək, heç oxumayaq. Be guzarış Araz News, be guzarış Araz News'dan sonra nokta virgül. به نقل از سایت خبری آناج گرək sala dırnaq arasına
dırnaq arasına bəlli ola ki, nə nədir. Ondan sonra da gərək qabağında bir dənə ya 2 nöqtə qoya, ya nöqtə virgül qoya, yaza vabəstə به سپاه پاسداران. وابسته به سپاه پاسداران. مهدوی در این جلسه گفت 35% دانش آموزان تهرانی پایه دوم دبیرستان گلیان، 11% مشروبات الکلی و 15% سیگار مصرف میکنند. Bu adam Azərbaycan Şərqi Ustandarının muavinidir. Tehrana göre danışır. Ve bizim haber yazanımız da bunu düz deyir əlbəttə. Orada deyib İran da, der mədarisi İran deməmiş məsələ. Amma o zaman ki, Azərbaycanın şərqini gətirdiniz, ligdə qoydunuz, gərək heç olmasa Azərbaycan şərqiyə görə danışasınız. Görürsünüz, sualı düz məqsəd eləmirik, cavab düz alamırıq. Pəs, 35% danış amuzanı Tehrani payı dovumu dəbiristan, yəni onu oxuyan, 11 oxuyan. Nə mənədilər? Payı dovumu dəbiristan gəlyan, yəni nə mənə? B gəlyan heç olmasa, orada B olar. B gəlyan, 11% B məşrubat alkoli və 15% B sigar məsrəf میکنند o da olmaz. Pəs bu qələt cümləmiz. گفت 35% دانش آموزان تهرانی پایه دوم دبیرستان گلیان 2 درجه ویرگول ola 11 یعنی دبیرستان ویرگول گلیان 11% 11 yine درصد birbirine yapışıktı. Onda şey yok ve 15% sigar məsraf میکنند. Cümle şəfahi cümlədir, ədəbi cümlə və yazılı cümlədə fars dilində qələtdir modeli. Ama خبرنگار با جیومن arasındaki məsuliyyətin çıxmasın. مهدوی در خصوص آمار مصرف مشروبات الکلی و مصرف دخانیات در مدارس تهران گفت مطابق تحقیقات در مدارس تهران 11% دانش آموزان پایه دوم مشروبات الکلی 35% قلیان و gene همانı təkrar eder. Baxın bu gene də üstdəki paragrafı təkrar eder. Bu da heç. Yəni adam buradan 2 dənə paragraf yazıbdı, 4 paragraf olubdu. Yani 4 paragrafın yerine 2 paragraf yazılır. Bir در رابطه با راههای مهار کردن موضوع اعتیاد که در این دانش آموزان در کشور به راه افتاده گفت indi bir dənə Tehrandan bir keşfəri hardan aldı mən bilmirəm. Tehranda əslən bilmirik bu təhqiq hardan olubdu. O 35%, 15%, 15% hardan çıxdı? Xəbərnigar gərək bunu deyəydi ki, bu hardan çıxıbdı. Bir təhqiq olubdu, bir ne olubdu, hardan tapıblar bu ədədləri. Sonra da bu Tehran'daydı. Tehran'ın bilmirik hangi nahiyəsindeydi, hangi məntəqəsindeydi. Onu da bilmirik. Tehran'ın hələ hamısına yayıldı. Heç indi gəlirik keşvərə. Ve در رابطه با راههای مهار کردن موج اعتیادی که در بین دانش آموزان در کشور به راه افتاده است، موجی که موج اعتیادی در بین دانش آموزان به راه افتاده است. گفت به راه افتاده ویرگول گفت. bunun harası adam islahi lazım. Her yerine aslında غلطی. پایه کار در این حوزه آموزش پرورش است. پایه کار در این حوزه آموزش پرورش است یا نه؟ و اگر پایه را درست بگذاریم تا آخر این دیوار درست خواهد رفت، اما متاسفانه زنج اعتیاد در منطقه در کشور زده شده است. نه آدم yazıp نه خبرنگار baştapıp ne deyir. من پیچ yerəm ki, təsdən baştap deyirlər. Ve در خصوص وضعیت استان آذربایجان شرقی نیز گفت. Araz News üçün Azərbaycan üçün də bizə mühüm Azərbaycandır ki, Azərbaycanı yazıydı. Ve در خصوص وضعیت استان آذربایجان شرقی نیز گفت استان آذربایجان شرقی برای دومین سال پیاپی در رتبه‌بندی استان‌ها در خصوص وضعیت مصرف و مبارزه علی‌رغم اینکه در منطقه مرزی است در بخش ب رتبه اول را کسب کرده است. هم مبارزده هم مصرفte نفر دوم olmuş. Azərbaycan şərqi İranda. Yəni Bəluçistandan sonra da ehtimalən ya Yazdidən sonra Azərbaycan şərqi ikincisidir. الگوهای نامناسب تربیتی görürsünüz ki hamısı nə xəbərnigar bunu təhlil edir, nə də bir şey ilə
o bir şey deyib bir dənə xəbər yazaq, saytı dolduraq. Saytı doldurmayacaqsın dostum. Xəbər ki yazırsan, baxacaqsan, görəcəksən sən nəyə yazırsan, kimə yazırsan, niyə yazırsan. Suallarını soruşacaqsan, sonra suallarının əsasında baxacaqsan ki, bu xəbər dərdi və dəyər yox. Ehtiyac yoxdur, saytını doldurasan, xəbəri uzunladasan, paragrafları çox yazasan. Və dərxüsusi vəziyyəti onu da oxuduq. Olguhay namünasib tərbiyyəti. Əslən, amar bəlli olmadı ki, nə oldu? Amar ehtiyat der mədarisi İrandan xəbər çıxmadı. Mədarisi Təbrizdə də Azərbaycanı görə də fərq bir dana cümlədə istifadə elədi ki, nədir? Azərbaycan həm məsrəfdə, həm mübarizədə ikincidir. Hələ minnət də qoyurlar ki, buna görə ki, başlayın, در بخش به رتبه اول را رتبه اول دیوخ biz. در منطقه مرزی در بخش B bilmirəm ki, nə mənədir, rütbə əvvəl را kəsb کرده است. Xəbərnigar bilir bu bəxş B nə mənədir. Gəlin əvvələn yazaydı bəxş B. Bəlli olur ki, bu B bir dana bir qanundur, maddədir, bir stratejidir, bir taktikdir, nə mənədir bilmirik. Bir bərnamədir, hər nədir. Ondan sonra gələk bunu yazaydı ki, bəxş B ibarətdir bundan. Biz nəfər əvvəl olmuşuq Azərbaycan şərqi, yəni mütəəssifانه məvad müxəddimə Tehran'da geçib beləş görünür. Arz edeyim xidmətinizə, həmçinin indi oradan gəldi getdi olguهای نامناسب تربیتی فقر و نابسامانی های اجتماعی از عوامل اصلی گرایش افراد به مواد مخدر در ایران است. آقا اگر الگوهای نامناسب تربیتی منظورuz nədir? Tərbiyət. Yaxşı, fəqr. Yaxşı, nabesamani های اجتماعی bilmirəm nə mənədir, nabesamani های اجتماعی. Yaxşı, عوامل اصلی افراد به ما. آقا hamı uşaqların tərbiyyətində müşkülü var. Hamının indi evi, ya əslən uşaqlardakı tərbiyyətlərində müşkül yoxdur ki. Uşaqlar muhtad olmayıblar ki, camiə muhtaddır, böyüklər muhtaddılar ki, aparırlar uşaqlarda çəkir. Tərbiyyət üstədir. Fərq, dövlətlərin balaları çəkmir. Yəni, başlayın. Alo. Yaxşı, gözlə. Bir dəqiqə başlayın, mən qapını açım, gəlim də. Çox üzr istəyirəm. Üzrüsü də bura mədrəsə olmadığı üçün evdir da, evdə də belə bir işlər olur. Fərqli də pəs adam fəqət istəyir 2-3 dənə söz desin daha, tərbiyyət dedim, fəqət uşaqlara görə danışsaq, bu uşaqlar tərbiyyət olmurlar əslində. Çünki bu uşaqlar o uşaqlar da ki, dədəninə evdə çəkir. Tərbiyyətə rəbti yoxdur. O zaman ki, kala ərziş tapdı, bir dənə rəftar ictimai hənzara çevrildi. Yəni, camiə onu qəbul elədi və o işi görməkdən utanmadı, qaşmadı, mücazatından qorxmadı. O tərbiyyətin usulu olar. Xoş giyinmək, təmiz giyinmək yaxşı bir şeydir. Əgər məvadlı müxəddiri siz el eləmişsiniz ki, libas kimi, yaxşı libas kimi alıb giyməli, iftixar eləməlidir, onu uşaqdır seçəcəkdir. Tərbiyyətə rəbti yoxdur bu. Və tərbiyyət olsa sizin amcış pərvəriş və dövlətin sistemindədir ki, qəbul edir. Fəqri də gələndə xeyr, fəqri deyil. Buna görə ki, muhtadların %90'ı pulları olmasa gedib məvad müxəddir ala bilməzlər. Pəs pulludular azdan çoxdan və dövlətlilərin balaları və dövlətlilər özləri də mütəəssifانه
bəzi nümayəndəgan məclis də görünür ki, məvad müxəddir məsrəf edirlər. Ha belə imam cümələri məvad müxəddirə məsrəf edirlər. Bu Hüccət-ül-İslam qəraəti də məvad müxəddir məsrəf edir. Tamam. Fəqridə deyil. Nabesamaniyə ictimai, işsizlik falan, bəhman ki, yenə də bunların heç birisi dəlil şey deyil. Məvad müxəddir uşaqlar içində deyil. Uşaqlar nabesamani ictimaiyə görə əslində məruz qalmıyorlar. Bu da bir şeydir ki, dostumuz, xəbərdarımız gəlib bunu yazanda diqqət eləyə. Əslində bu xəbər təbliğatdır. O muavin ustandarı təbliğat edirlər. Biraz da bunların hərəsinə bir kadozat veriblər. Bunlar da bu xəbəri yazırlar. Biz təbliğ olsun gəliriz. Bəlkə istəyək ya ayrı mühüm şey olar. Ustandarın mühüm muavini olar. Ya bir ustandır olur. همچنین طبق آخرین آمار ارائه شده ویرگول سالانه 7500 نوزاد معتاد در ایران متولد میشه. Gördünüz? İldə 7500 dənə uşaq mu'tad nənədən doğulur. Mu'tad dədə ilə nənənin balası mu'tad olur. به این ترتیب نیم درصد از زنان که هر سال باردار میشن نوزاد معتاد به دنیا میآورند. پس خانم‌ها da yani istesin ki getmir o tərəfə əslində bu xəbəri qoyasın. Yəni istesin ki xanımların da hamısı bir iddəsi mu'taddır, bir çox iddəsi ki onlardan bir tədadı beləsi uşaqların da mütəəssifanə. Günas TV-nin bir dənə xəbəri var. Mən bunun linkini sizə göndərim. Bu xəbər dalibdir. Günas TV-nin bu xəbəri çox cəlibdir. Bunu da xahiş edirəm dostlar oxusun, taza bir xəbərdir. Mən indi axtardım, tapdım. Türkçe xəbər tapmadım, təəssüfənə qoyan burada oturaq analiz eləyək. حمایت آمریکا از جنبش‌های استقلال طلبانه اتنیکی در ایران. دقت buyurun titrə. حمایت آمریکا از جنبش‌های استقلال طلبانه اتنیکی در ایران. اتنیکی در ایران. خبرین عنوانı budur. حمایت آمریکا از جنبش‌های استقلال طلبانه اتنیکی در ایران. Mesela bunu fiiline yazsaydık ne güzel olmazdı. Diyelim mesela Amerika az cümbüşhay istiklal talebani etniki derken himayet mikone. Əvvəl ki belə bir şey dedik, çox sərif olardı, qəşəngdə görsənədi. Himayət mikone. Bu birinci İraq iki nəzərimə gəlir ki, niyə biz istiruq feildə hətmən çəkkuşu yazaq, çəkkuşunda başarmırıq. Çəkkuşu yazmaq çox çətin bir feildir. Əvvələn çəkkuşda çox kəlmə işlənməz. Oradan ki, mümkündür 4 kəlmə ta 6 kəlmə işlənər. Bu birinci iraddır. Məsələn, siz çəkkuşu yazasınız, yazasınız. Amerika məsələn, bunu necə yazaq? Çəkkuşu yazsaq. Məmulən çəkkuşu bu cürdür ki, titri yazarlar, uzun titri. 10-15 dənə titri yazdılar. Onlardan hey vurarlar bir-birinə 2 dənə kəlmə axırda çıxardarlar. 4 kəlmədən ibarət olar. 2 dənə şeyi qoyarlar bir-birinin qabağına. Məsələn, deyək ki, bu cümlədə Məsələn, zehnimə indi gəlir də, hələ məsələn, buna görə fikirləşməmişəm ki, yəni oturub bir yarım saat fikirləşmək lazımdır. Məsələn, istiqlal milal İrani
با حمایت آمریکا. استقلال ملل ایرانی با حمایت آمریکا، یا استقلال ملل در ایران و حمایت آمریka. Yəni bir şey eləmək olar, bəli bu deyil. İkinci şey ki, bu titrdə mənim gözümü tutduğu bu etnik kəlməsidir. Etnik kəlməsi bir Latin sözdür. Yəni Türkçə ya Farsça deyil. Bizim mətnimiz qaydətən Farsçadır və Türklərə yazırıq, Farslara da eyni halda yazırıq. Amma bu etnik nə Farsdır, nə Türkdür. Onun üçün bunun yerinə bizim ədəbiyyatımızda, yəni Azərbaycan milli ədəbiyyatla yazsaq ki, yaxşıdır. Yazarıq məsələn Milal در ایران یا ملل تحت ستم belə bir şey yazarıq. Ya milal yazmasaq Amerika az cönbüşü də götürürük. Amerika az استقلال طلبان در ایران حمایت می‌کند. Elə bu özü görər. Yəni istiqlal tələban yazsaq bəlli olar yanına. Hətta bunu istəyək acıtər eləyək yazsaq Amerika az təciziyə tələban istiqbal himayət می‌کند daha çox təsiri olar, çox adam oxuyar tabii ki o cür bir şey yazaq ki etnik falan gətirək. Yəni xəbərimizdə yadınızda olsun. Xəbərimiz bizim umum millətə yazılır, mütəxəssislərə yazılmır. Onun üçün nə qədər sadə danışsaq ilə güclü olar. Və o sadə deməkdən də o lüğətləri işlətməli, o sözləri işlətməli ki, millət bilirlər, rahat bilirlər. Dikşinəriyə baxmaq, faciəni mən özüm mənasını, vaqei mənasını bilirəm. Faciə nə mənədir? Məsələn, buna gərəkçidən baxam, elə burada da qoyum qalsın, bunu mən برنامه‌dən sonraki baxış görür nəmənədir. Günas TV 2 nöqtə دولت ایالات متحده آمریکا حمایت از جنبش‌های استقلال طلبانه اتنیکی را یکی از گزینه‌های اصلی برای تغییر rejim توتالیتر و نجات پرست در ایران می‌داند. İndi gəldi gözəl. Yəni Günas TV-nin lidi titri açıqladı. Üstə titri düz idi, yəni titri qoymuşdu. Dəqiqən oturdu, həman işi gördü. Yəni از نظر خبری düz yazıbdı. Az نظر tekniki düz yazıbdı. Xəbərin üstə lidi dəqiqən titri gətirdi, liddə açdı. Dövlət İyalat Müttəhidə eləyə bilərdi, desin ki, Amerika elə ehtiyac yoxdur, Dövlət İyalat Müttəhidə deyə. Amma elə deyibdi, okey, tamam. Himayət از جنبش‌های استقلال طلبانه اتنیکی görürsünüz üstəki məsələni dedi. یکی از گزینه‌های اصلی برای تغییر رژیم توتالیتر و نجات پرست در ایران است. İndi bir dənə o etnik vardı, bir də totaliter gəldi, çoxaldı. Totaliter. Totaliter nə deməkdir? Total, ki bir dənə də şirkət nəftimiz vardı, Total adında. Yəni kül, yəni hamısı, yəni bütün. Yəni biz İranda kəndlilərin arasında zəmini biçənlər dəriz bağlarlar. Mən dərizin əksini nəzir çəksəm Allaha xoş girər. Bunun bağlarlar dövrəsin ki onu bir saxlasın. Totaliter, yəni o hökumətləri ki bütünlüğün istəyirlər. Total dedim bütünlük, totaliter, ter deyəndə də yəni tor əlbəttə olur da, bu da şey yazılır. Totaliter, bu olur şey, yəni hökumətləri ki tamamiyyət xahdırlar, hamısını istəyirlər. Yəni dedim də belə sorullar bunun arasında hamısını alırlar. Mənbəyi nəzdik və KXSB گفت همچنین mənbəyi nəzdik demiri, mütəəssifanə gərək bunu bir işarə eləyə. Məsələn, özdə birdən-birə buradan geçmiyor bura. Yəni üstdəki titridən, üstdəki paragrafdan aşağı paragrafı gərək bağlayaq bir-birinə. Yadımızda qalsın. Bu bir ciddi qanundur.
paragraf yazılır, gəldi nöqtə vuruldu. O birisi paragrafı istiruq başlayaq. Məzərət istəyirəm, beləsi olmalıdır biraz, bunu da əvvəli. Beləsi olmalıdır, hələ o qədimi şeylər. Gəlir bura. Bu paragraf ki, burada qurtarır, istiruq bu paragrafı buradan başlayaq. Bu paragraf zaten gərək bunun davamı olan. Gərək benoyi məntiqi bu paragrafı üst paragrafa bağlayaq. Düzdür, bunun mövzusu fərqlidir bundan. Amma əgər %100 fərqlidir, gərək buna bir dənə su titri bıraq, yəni ara titri. Yazaq məsələn bir ayrı bir şey. Burada yazaq məsələn nə mənə burada yazsaq, bilmirəm şey nədir. Mənbə. Məsələn yazaq mənbə. Mənbəyə xəbər. Məsələn. Çünki bununla bu əslən heç irtibatı əlaqələri bir-birinə yoxdur bu paragrafların. Belə bir şey gərək yazaq, su titri yazaq. Amma o zaman ki, bunlar bir-birinin dalısıdır. Məhfumən bir mövzudular. İtnikə əqlən bir mövzudular. Mövzuən bir mövzudular. Gərək bu paragrafı bir türlüqlə bura yapışdıraq. Ki, bunu xanəndə oxuyanda şok olmasın. İndi üstə nədən danışdıq ki, İstiqlal Tələbani etniki, yəni bu milliləri etnik kəlməsini əslində işlətmiyor ki, etnik qovmu mənzurundadır və əşalıcıdır. Biz əslində qovmu anlamında gərək işlətmiyor. Biz millətik. Ərəblər millətdirlər, türklər millətdirlər, bəluslar millətdirlər, türkəmənlər millətdirlər. Biz bu millətləri əşalamalı yox. Dəqiqən o tip şeydir ki, farslar istəyirlər. Amma indi gəldik. Mənbəyə nəzdik bir xalqısı bir... Məsələn, gələk, onda nə deyək, dərin barə, yəni üstəki xəbərə işarə edir. یک منبع نزدیک به خاک سفید گفت 2 نقطه آمریکا تحت تغییر رژیم در ایران را بررسی می‌کند. نقطه حمایت از جنبش‌های ستاره ایران در ایران یکی از این گزینه هاست. Baxın, indi burada bir dənə bir şey qələtdir, cümlə gəlmir. آمریکا طرح تغییر رژیم در ایران را بررسی می‌کند. بیدار طرح بررسی که orada rejimi değişsin. حمایت از جنبش‌های استقلال طلبانی etniki در ایران یکی از گزینه هاست. Bu گزینه hardan gəldi? Əslində məntiqi deyil. Gərək biz cümləyi əvvəli elə yazaq ki, orada təğyir rejim üçün müxtəlif qozinələri üstündə çalışırlar. Qozinələrin biri də etnikin. Yəni gərək belə yazaq. Amerika طرح تغییر گزینه‌هایی را برای تغییر طرحی götürürük. آمریکا bir gün گزینه‌های تغییر رژیم در ایران را بررسی می‌کند. یکی از این گزینه‌ها حمایت از جنبش‌های استقلال طلبانه در ایران است. etniki gətir mərum. حمایت از استقلال خواهان جنبشی də götürürük. Mesela استقلال خواهان ملل در ایران است. منابع خبری آمریکا طی روزهای گذشته از بررسی طرح‌های متعددی برای تغییر رژیم جمهوری اسلامی ایران توسط حکومت دونالد ترامپ خبر دادند. جزء bu onun üstəkidir. منابع خبری آمریکا ویرگول طی روزهای گذشته ویرگول از بررسی طرح‌های متعددی برای تغییر رژیم جمهوری اسلامی ایران. Rejim Cumhuriyet İslami təkid olur dinin üstündə. Rejim Cumhuriyet İslami İran burada təkid olur Cumhuriyet İslami'nin üstündə. Və biz düşürük səltənətə. Rejim mənfidir, Cumhuriyet İslami də mənfi olur. İran da mənfi. İran burada qalır qıraqda. Biz bunu həmişə üçün biz milli xəbər yazırıq. Rejimi yazsaq bu Cumhuriyet İslamisini götürək. Rejimi İran. Niyə indi rejimi İran yazanda Cumhuriyet İslami nə fərqi var?
Rejim İran yazanda deyirik ki İranın sistemi siyasi ve coğrafyası değişecek. Çünkü rejim Pehlevi zamanından zıddı mileldi. Rejim İran'da bir de müşkil İran'dı. Müşkil İslam'dı ya Cumhuri İslami'di, o değil. O yazanda Cumhuri'ni yazanda səltənəti gətiririk, qanun edirik, əxlaqi tər edirik, ya mورد qəbul tər. Çünki Cumhuri pisdir. Rejimə Cumhuri gəlir. Rejimə Cumhuri gələndə, yəni rejimə səltənəti yaxçıdır, ya səltənəti yaxçıdır. Biz bu mənfi istinadı İrana verək, əvəzinki verək Cumhuriyə və İslama. Biz İslamofobi yaratmayaq, Cumhurifobi də yaratmayaq, İranofobi ki var da əmələn onun üstündə gedək. Bu o şeydir ki, mən istirdim onu deyəm. Saytı Washington Free Beacon, ya bilmirəm bunu nə tür oxuyacaq. Çünki ingiliscəsi yazılmayıbdı. Normalda əgər belə bir şey yazırıq, normalda gözəl yazıqlar, dırnaq arasında salıqlar çox gözəldir. Bunu ingilisində parantez arasında yazmaq olar, amma çox vaxt saytlar mütəəssifanə ingilisini yazanda xəbərin formatını değişirlər. Onun üçün yazmaq olmur. Bilmirəm ki, Nazda bu imkan var ya yox, amma hər halda belə bir icat vardı. Mən çox özümün hətta weblarımda da belə bir icadı görmüşəm. سایت واشنگتن فری بیکن که هر چند گاهی اخبار مهم کاخ را در می‌کند، bilmirəm önləmənə. سایت فلان اخبار مهم کاخ را در می‌کند. درد می‌کند احتمالاً yazılmış. Ehtiyacı yoxdur bu sayta görə belə bir fikir eləyək ki, məsələn, hər şey yazır. Əxirən az təbii xəbər dördəs, elə beləsi yazır. Sayt Washington Free Beacon xəbər dödə است. Biz bilmirik ki, nə müddətdən nə müddətə yazar, amma bilirik bu xəbərin üstündən ki, hərdən bir yazar. Pəs ehtiyacı yoxdur yazaq. Elə yazaq ki, sayt Washington Free Beacon əxirən از طرحی خبر داده که در آن نشان می‌دهد جمله غلط ها کاخ سفید مشغول بررسی خبر داده است که کاخ سفید مشغول بررسی طرح تغییر رژیم ایران از طریق حمایت از جنبش‌های مردمی است. İndi əgər bunu dəqiqən o sözdür ki, o sayt yazıbdı, dırnaq arasını qoymalıyıq. Əgər o sayt yazmayıbdı, heç. Onun da iradını dedim nedir? در این ترکیب گفته سایت واشنگتن فری بیکن از 3 صفحه‌ای تشکیل شده تأکید شده که ایالات متحده از گزینه جنگ در مرحله اول استفاده نخواهد کرد. به گفته bu da غلطی در این ترکیب گفته سایت فلان چیل منوخ لذا در این طرح 3 صفحه‌ای از عدم استفاده از جنگ در مرحله اول سخن به میان آمده است. دماغلاش این طرح به اعضای کمیته امنیت ملی آمریکا در کاخ سفید داده شده و به دونالد ترامپ پیشنهاد می‌کند که این طرح که این طرح که به اعضای کمیته امنیت ملی در کاخ سفید داده شده ویرگول به دونالد ترامپ پیشنهاد می‌کند تا از طریق حمایت از برنامه‌های دموکراتیک هرچه بیشتر میان مردم ایران و حکومت آخوندها فاصله ایجاد کرده و رژیم رو تغییر دهد. این طرح گزینه‌های متعددی را برای براندازی جمهوری اسلامی پیشنهاد می‌کند. Bu da gene qələtdir. İntihar dalbadal hamısında görürsünüz. Baxın, mən burada hələ 3 paragrafı görürəm ki, intihar yazılıbdır. Həmişə, bəli, 4 dənə paragrafda intihar təkrar olur. این طرح گزینه‌های متعددی را برای براندازی جمهوری پیشنهاد می‌کند. یعنی yazışı dərin مثلا ehtiyacı yoxdur. Üstə demiş bu şey. Mesela گزینələr vardı, biri də budur. این طرح دوباره توسط گروه Security Studies Group یا SSJ
که یک اندیشکده امنیتی است به کاخ سفید ارائه شده است. احتمالاً %100 ایرانی‌دار. این گروه که متخصص در امور اطلاعات امنیتی هستند با مقامات امنیتی کاخ سفید مانند جان بولتون روابط بسیار نزدیکی دارند. من حسام اشکونی آزمارم چون ارزش خبررسی نقطه به گزارش سایت واشنگتن فری بیکن این طرح سیاست خارجی بلند مدت آمریکا درباره ایران را از طریق تاکید یک راهبرد آشکار برای تغییر رژیم تعیین می‌کند. یعنی درست برخلاف عملکرد گذشته دولت اوباما که در سال 2009 وقتی مردم ایران در تظاهراتی گسترده علیه رژیم به خیابان‌ها آماده بودند از حمایت آنها خودداری کرد. Cümle nafis ve uzundu. 2 tane cümle yazılıptı, nafis ve uzundu. خب من bir baxım görüm ki vaxtımız nə cürdür sonra çox da vaxtımızdan keçib istəyirəm bir bəhs başlayam suala görə. Bir 10 dəqiqədə bu bəhsi deyək, bəlkə faydası olsun. Sual. Hər xəbərdən mənzurumuz nədir? Yazırıq ki, milləti bir şeyə agah eləyək. Millət bir şey bilsinlər. Onun qabağında onlarda bir həm agahlıq, həm də bir hazırlıq olsun. Hər xəbərdə bu vardır. Xəbər bir iddiəli mənafeyin təmin edən, bir iddiəli mənafeyin zərərləsi var. Biz onu yazırıq ki, hər iki tərəf bilsinlər, nə etməlidirlər. O xəbərin anlamı, yəni xəbər əslində bir ticari bir şeydir. Onun üçün də biz onu satırıq da. Biz özümüz xəbəri yazırıq, satırıq, bir iddia ki, onu oxurlar, onların vaxtını alırıq və bu tərəfində hüquq alırıq. Əgər bir yerdə işliyoruz. Yəni bir kaladır ki, satırıq. Normalda da onu ya məsələn o adamlar vaxtlərindən əlavə mümkündür. Bəzi saytlar pul verirlər, ya ruznamə alırlar, onlara pul verirlər. İndi hər xəbəri yazmaqda dedik neçə sual soruşalım. Farsçada چرا چگونه کجا کی چه کسی. Farsçada bu 6-7 suala gərək bir xəbərdə cavab verək. Ta ola bir xəbər. Nə mənə? چرا niyə? چگونه نجور؟ harda? کجا؟ harda از نظر جغرافیایی. کی از نظر زمان. nerede? چه کسی؟ kim? یا چه چیزی؟ failiyyət, məf'uliyyət ünvanında bu. Biz sorularımızı sadə bir xəbər gərək bunlara cavab versin. Bu bir. İndi əgər sualımız bu 7 danını açıqlarsa xəbərimiz, yazımız, ya bunlardan birini açıqlarsa, ya ikisini açıqlarsa onlar təfsir. Əlbəttə, əgər sadəcə biz öz fikrimizi deməyək, sadəcə onu açıqlayaq, ona deyərlər guzariş. Guzariş nədir? Ben bu təfsiri buradan silir, zehninizi şey eləməsin. O 6 dananı bir də yazın mən. 7 dananı. İndi buraları yaz. چرا چگونه کی چه کسی چرا چگونه کی چه کسی کجا. Və biri necə olan yadımdan çıxdı, indicə bunları hansını yazmaq. İndi
Əgər biz gələk, məsələn, bir dənə sel gəlibdi Azərbaycanda, bir dənə körpü yıxılıbdı, bir dənə adam özünü öldürübdü, ya bir dənə qız özünün damına körpüdən atıbdı, ya bir dənə bir nəfər danışıb məvadlı müxəddirə görə xəbərini oxuduq. O C-dir. Fəqət otururuq, onu deyək ki, o C, məvadlı müxəddir İranda nədir? Mədrəsələrdə nədir? Çünki orada mədrəsələrdə də əgər onu oturaq, amar ərqamın üzü ilə yazaq və istinad eləyək amar ərqama, o bir dənə quzariş olar məvadlı müxəddir həqqində. Amar ərqama, vəziyyətə işarə edirik, bir tozih veririk ki, nə üz veribdir? Nə var, nə yox. Bu bir quzarişdir. İndi sel gəlibdir, Azərbaycanda bir dənə körpünün altında adamları yığıb aparıbdır. Maşınları yığıb aparıbdır. Ruznamələr Tehranda yazıblar ki, bu adamlar gediblər çayda seldən əks salmağa, ağılları yetməyib ki, sel gəlirsə yığıb bunları aparıbdır. Bir tərəf odur da, onlar bir quzariş verdilər. Nə? Seldən bir quzariş verdilər ki, adamlar gediblər, huşları kəsməyibdir ki, sel gəlir, adam aparar, oturublar selfie çəkməğa, sel gəlib bunları aparıbdır. Biz düşürük, gedirik ora. Gedirik, millət ilə danışırıq, filmlərə baxırıq, adamları danışdırırıq. Yolun geçmişinə, gəlmişinə, qabaqçı əkslərə, qabaqçı filmlərə, ilkilərə, sel zamanına əkslərinə adına baxırıq, görürük ki, körpünün üstündən yol veriblər, gəlir körpünün altından gedir, körpünün üstündə yol yoxdur, məsələn, getməyə, gəlməyə. Kəndin yolu ki, gedə kəndə, gərək körpüdən çıxasan, gedəsən körpünün altından gedəsən kəndə. Otururuq, bir dənə quzariş yazırıq ki, nə üz verdi? Buradan başlayırıq. Sel gəldi, bir tədad adamı və maşını apardı, bir belə adam öldü, bir belə adam itibdi, tapılmır, filan bəhman, bir beləsi arvaddır, bir beləsi kişidir, bu yaşları vardı, ölənlərin uşağı var, arvadı var, dədəsi var, nənəsi var, belədir, filandır, bəhmandır. Bunların hərəsinin üstünə nə qədər xərc qoyubdur, bunlar camiədə nə qədər əldən veriblər, əzizləri mali, rəvani bu camiədə nə qədər təsir qoyacaq, bu kəndə nə qədər təsir qoyacaq, iqtisadi nə qədər təsir qoyacaqdır, bu maşınlar neçə milyon tümən zərər vurubdur, adamların ailəsi nə qədər mali cəhətdən müşkilə düşəcəklər, uşaqlar dərs oxuya biləcəklər, olmayacaqlar. Yüzlər məsələni o quzarışın üstündə, C-in üstündə nə üz verib orada yazırıq. Adamları danışdırırıq, arvadları danışdırırıq, uşaqları danışdırırıq, böyükləri danışdırırıq, ustanları, fərmanları, bəxşları, nümayəndəni hamısını danışdırırıq ki, burada nə üz veribdir. O nəyi kəşf eləmək üçün suallar, yüzlər sual soruşuruq. Fəqət nəyi? Bu C, ya nəmənəni, ki, türkcə nəmənə, bu nəmənəni açıqlayaq. Buna deyirik quzarış. Quzarış normalda biz əgər tarix kitablarına diqqət eləsəz, İranlılar, farslar gəlirlər, tarixdən danışanda deyirlər ki, filankəs gəlibdir, Şah Abbas dövründə, Şah İsmail dövründə, nə bilim, nə dövründə gəlibdir, dolanıbdır, belə olubdur, bulan olubdur, belə deyib Təbrizə görə, Tehrana görə, filan görə, Bəhman İsfahana görə belə deyibdir. Niyə onlara istinad edirlər? Diqqət buyurun, bu çox mühümdür. Buna görə ki, insanları ki, bir yerdə yaşırlar, o yeri yekəldikləri üçün, o yerdə daimən hər şeyləri gördükləri üçün gözləri adət edir. Fikirləmə ki, hamı bunlar gördüklərini bilir, hamı bunlar gördüklərini görür, hamı bunlar düşündüklərini düşünür. Amma o zaman ki, bir xarici gəlir, çox calibdir o adama ki, görə körpünün altından yol var, gedir kəndə. Amma bu körpü buna görə tikilib ki, buradan su keçsin. Ona çox calibdir, görə bu şəhər nə cür tikilibdir, gün çıxandan gün batana çıxıbdır, sağdan sola tikilibdir, dağda tikilibdir, dərədə tikilibdir. Bu nə ilə tikilibdir, hangi
palçıqla tikilibdir, kərpiclə tikilibdir, simanla tikilibdir, ağacla tikilibdir, nə ilə tikilibdir? Bu şəhrin divarı dövrəsində var ya yoxdur, nə şəkildədir, adamları nə qədərdir, gəlirləri hardandır, işləri nədir, xiyabanları nədirdir, məhəllələr nədirdir, suyu hardan gəlir, nə cür gəlir? Buna xarici bunları görməyib, bunlarla yaşamadığı üçün ona cahildir. Onun üçün onlara yazır. Guzariş verir ki, bu şəhər necədir, bu millət nədirdir, buranın fərhəngi nədirdir, buranın kültürü nədirdir. Amma burada yaşayan adam tüm onun içindədir, əslən onlara fikir verir. Müşkül budur ki, guzariş verə bilmirik biz özümüz. Yəni, Təbrizdən, Azərbaycandan, kəndimizdən, dağımızdan, nümayişgah kitabdan guzariş verəmiyor. Məsələn, mən nə belə oxudum o Azər-Türk cərəyanın nümayişgah Tehranda, Müsəllədə. Hala bilmirəm ki, orada neçə dana intişarat var, hangi kitablar var, nə qədər kitab alınır, nə qədər kitab salınır, satılıbdır Türk. Neçə min nəfər nümayişgaha adam gəlibdir, neçəsi Azərbaycan qurfələrinə müraciət ediblər. O kəllaşi adamla o hürmətsizliğindən sonra nə dəyişildi, nə dəyişilmədi, hangi kitablar satıldı, hangi kitablar satılmadı. Bu həmin o C-dir. Guzarişdir. Guzariş normalda tavsifidir. Yəni biz onu tavsif deyəndə diqqət buyurun, bala və payın, rast و چپ، زیبا و زشت، سفید و سرخ bunlardan danışmayacağıq. Bunlar sifətdirlər. Sifətlərlə işimiz olmayacaq. Biz sifət verməyəcək. Tavsif eləyəcək ki, burada nə geçir? Baxın, bu təxtəni istəyir tavsif eləyək. Təxtənin eni var, boyu var. Eni var, boyu var. İki dana burada yeri vardı ki, bura vəsail yığırıq. Bunların üstündə hangi majiklərlə, nə mənələr yazılır dövrəsində, nə tür xət çəkib, bir dənə belə bir şey yazılır. Bunu tavsif edirik. Deyirik ki, zibai, sefidi, təxti filan. Əslən bunu demirik. Biz əslən zibai ilə nə işimiz var? Cari dünən bir guzariş oxuyordum Azərbaycan meydanından. 2 dənə əks salmışdılar. Instagramda və sonra da şeydə gördüm. Telegramda da gördüm. Yazıb ki, buzurgtərin meydanı Xavərmiyanə به چه شکلی در آمده است. اصلا غلطdir. İllərdir mən bunu, hətta o zaman da ki oradaydım, Təbrizdəydim, yazıb deyirdim ki, bu qələtdir. Əslən belə bir şey yoxdur. Necə ki buzurgtərin meydanı Xavərmiyanə. Tehranda meydanı Azadi 10 bərabər meydanı Azərbaycandır. 10 qat böyükdür. Meydanı Azadi Tehran ki şah zamanı adı meydanı Şəhyadidir. 10 qat meydanı Azərbaycandan ki Furudqahın yanındadır böyükdür. 10 qat. Yəni əgər bu 2000 metrsə o 20.000 metrdir. Əgər bu 5000 metrdirsə o 50.000 metrdir. O halda ki bunun heç bir şey yoxdur. Meydan-ı Azadinin içində bir dənə borc tikiblər ki dünyada deyəndə Tehran gedirlər onu göstərirlər. Yəni Tehrana bir sembol veribdir. Necə Kanadanın, Torontonun sembolu bir dənə borcudur. İranın da sembolu Meydan-ı Azadi Tehran ki o bəhai tikibdir o borcu. Tərrahın borcu, borcun tərrahı bir bəhaidir. Azərbaycan meydanının böyüklüğü nə qədərdir? İçində hangi nə mənə var onun ki, Xavərmiyanədə 100% olur. Ərəb məmləkətləri kiçik meydanları onun 10 qatından böyükdür. Bilirsiniz, biz guzariş yazanda guzarişə tavsifi yazacağıq. Yəni, vəsf eləyəcək ki, o nə mənədir, gördüyümüz nə mənədir. İndi bu vəsfin içində soruşa bilirik ki,
Sizin nəzərinizə bir nəfərdən məsələn soruşur ki, məsələn, indi biz bunun üstündə danışacağıq, ənva guzarişi keçəcəyik. Guzariş bir şəxsidən, bir adamdan. Məsələn, mən dostların yerində olsam, deyərəm, hərə bir şəxsə görə bir guzariş yazsın. Çünki biz məsələn özümüz bir term guzarişə şəxs oxumuşuq. Guzariş şəxs, məsələn, bir şey deyəcək ki, tərbiyyə etisamiyə görə oturacaq, təhqiq edəcək, əhslərinə baxacaqdır, bunun uşaqlığından böyüyünə bir tapacaqdır, bir onlardan bir seri albom düzəldəcəkdir, onun mədrəsə karnamələrini bəlkə ələ gətirə bildi, dədə-nənəsinə görə bir şeylər alacaqdır, hangi məhəllədə, hangi evdə, evləri nə cürdür, bu adam nə cür yekəlibdir, nə cür giyinibdir, türkü dilini nə qədər bilir, fars dilini nə qədər bilir, niyə fars dilində şeir yazıbdır, bunun neçə beyt şeiri vardır, şeirlərinin məzmunu nədir, bu harada yaşadı, kimlə evləndi, hara getdi, harada qaldı, ha zaman öldü, niyə öldü, nə üstü öldü, uşağı vardı, yoxdur, nə cürdür, elədir belə. Bir də Səttarxanı götürəcək, biri Baqırxanı götürəcək, biri Şeyx Məhəmməd Xiyabanini götürəcək, bir şeylər deyəcək. Eyni halda guzarişi tavsifidə axtaracaq o bir şeylər yazaq ki, guzarişi tavsifi. Guzarişi tavsifidə elə bir şeylər yazacaq ki, qabaqcan o adama görə o haqda bir şeylər az yazılıb və yazılır. Məsələn, axtarırıq, görür ki, Pərvin Etisaminin türkü kitabı, türkü şeirləri də var. Gətiririk, ona görə bir şey yazırıq, aparırıq, zoom edirik onun tərəfində. Çünki Pərvin Etisaminin zahirən fars şeirinə görə hamı bilir. Yəni biz guzarişi tavsifidə bərəksi bu ki, Hafiz yazıbdır. Hafiz deyir ki, Zolfə Boləndi tofudan. Bizim Zolfə Boləndi ayrı cür görəcək. Bir dənə xanım qız görürük. Mən indi bir dənə təsvir verim sizdən, qutarım bunu. Mən indi 53 yaşım vardı. 48 il, 49 il bundan qabaq. Uşağım kənddə. Getmişik bağa. Kəndimiz vardı, bağımız vardı, biraz dədəmin, babamın biraz ağacı vardı, getmişik ora. Gördüm ki, famillərdən, yəni kəndlilərimizdən bir qızla bir oğlan bilirik ki, nişanlıdır. Yəni bilirik da, mən də bilirəm. Mənim 4 yaşım var. Çox Leyli Məcnun eşitmişəm, çox məsələn bir şeylər eşitmişəm. Uşağam, heç zat bilmirəm, deməklə bunlarda nişanlıdırlar, şeriflər bağa. O xanım qız başını açıbdır. Yel bunun başını vurur, belə tükləri, uzun bir tükləri var. Bunun başını belə tərpədir. Mənim indi də var deyəndə ki, məsələn, sərv-i bolənd, nə bilim, nə budur deyəndə o qız yadıma düşər. Onun otelləri necə uzun düşmə şayə. Yel vurur, bunu dolandırır və mənim nəzərimdə dünyanın ən gözəl xanımıdır ki, indiyəcən görmüşəm. Amma bunu nə cür yazacağam? Ən gözəl xanım deyənlərəm mən. Mən naçaram elə bu cür yazam ki, bir uşağam 4-5 yaşında, getmişəm bağa, bağda oynuruq, əlimdə bir ağac, görsü tavsif edirəm, özümü. Demirəm ki, elədir, belədir, böyükdür, kiçik, yox. Özümü tavsifləsəm, məsələn, fırtığım gəlibdir ağzımdan, məsələn, bunların cürdü başım keçəldi, ayaqyalınam, bir tumanım var, ya yox əynimdə, bəlkə də tumanım yoxdur, yadımda deyil, bəlkə də tumanım, əlbəttə tumansız olmazdı, qayırsə. Bir tumanım vardı, amma ayaqyalınam, getmişəm orada, bağda getmişik, filan kəsinə getmişik orada dolanmağa, taytüşlərimlə beslah, oynamağa getmişik da bağda. Oynuruq, filan kəsi gördüm ki, nişanlı idilər. Orada oturublar, məsələn, o qız kətdə normalda başını heç kəs açmaz, heç kəsin tükünü görməz, başının saçını görməz. Bu xanım qız açıb bir yel vurur və bunun
o uzun saçları ki kəmərinə can tökür ya qıçının qatlanacağına can tökülürdü. Qərə uzun, şivə qərə tüklər, şivə qərə. Şivə qərə çox qərə. Şivə qərə tüklər tökülür qıçının qatlanacağı can və mənim nəzərimə gəlirdi uzun bir qızdır. Yel bunu vurur və bunun elə bir atdır ki, yelin qabağında durubdur, yel bunun o uzun saçlarının yelə səpir, göydə səpir. Və mən o gündən bu günə fikir edirəm ki, dünyanın ən gözəl xanım, baxın, bura mənim fikrimdir, yazıram, ən gözəl, bunu qoyarım ki, dünyanın ən gözəl xanımını gördüm. Amma həmişə hər vaxt o xanıma, o ləhziyə fikirləşərəm, miniatür yadıma düşər. Və mən sonra o xanımı görmədim. Doğrudan da görmədim, çünki onlar getdilər bir ayrı şəhərə, biz bir ayrı şəhərə. Görsəydim də nə olardı, o heç olmasa məndən bir 15 il, 20 il geçirdi. Mən bəlkə geçərsəydim onun uşaqları ilə evlənərdim, məsələn. Amma o xanımı mən miniatürlarda gördüm. Və hər miniatürü görəndə o xanımı gördüm. O xanım mənə gözəlliğin semboluna və saçın gözəlliyinə çevirildi. Eyni halda ki, o xanımın üzü yadımda deyil ki, üzü nə formadadır, amma saçları hala yadımdadır. Baxın, bir dana guzariş tavsif elədik, amma qəzavət eləmədik ki, nəticədir. Əlbəttə, mən ən gözəli ki, orada dedim, qoydum ki, mənim arasında, çünki mənim şəxsi nəzərimdir. Tavsif deyil. O mənim o zamanki düşüncəm idi, o mövzuya görə. Onun üçün onu gətirdim, qoydum ora. Hafizlə bizim guzarışı tavsifinin fərqi buradadır. Güney Azərbaycanda biz mütəəssifanə guzarışı tavsifi mən görməmişəm. Güney Azərbaycanlıların içində bir dana guzarışı tavsifi burada görməmişəm. Ki, ya fərdin haqqında insanın, ya bir heyvanın, ya bir dağın, ya bir gülün, ya bir şey haqqında olan, şairanə yazılır. Şairanə tavsifi, guzarışı tavsifi deyil və elmi deyil. Bu guzarışı tavsifi elmidir, qabili istinaddır, həmişə bundan istifadə eləmək. Mən guzarışı tavsifidə İranda nəfərə əvvəl olmuşam. Neçə dəfələr. Yadıma gəlir bir gün, mən bir məcəllədə işlirdim. Zəhad-ı Rusta və Salihini Rusta 2 məcəlləydi bir yerdə çıxardı. Orada işlirdim. Bir dostumuz var idi, bir xanım var idi, həmkarımız. Mən onu silməyəcəkdim, gələn həftəyə qalsın ki, bilim nə yazacağım. Guzarışı tavsifi. Bir gün bu xanım getmişdi Məşəd ətraflarına, musafirətə, iş musafirətinə, o məcəllə tərəfindən dedik, Cəhad-ı Sazəndecinin o zaman idarəsi var idi, bir idarəsi o kəndlilərə məcəllə çıxadırdı, mən də birinci işimi orada başladım. Sonra getdim Ruznaməyi Səlama. Mən Ruznaməyi Səlamda işlirdim bir müddət, elə burada da işlirdim, burada da işlirdim. İşləməkdən qorxum yox idi, o zaman elə bir qorxum yoxdur. Bir gün bir dostumuz, bir xanım dostumuz getmişdi bir Məşədə, Məşəd tərəflərinə gəldi. Gəldi iş üstə, məni çağırdı, ağladı, ağladı, ağladı. Adı yadıma gəlmir, zehnimdə bir şeylər var amma deyəmirəm. Diyor, aha Hidayət, sən bilmirsən nə bəla keçir, nə müsibət keçir. Nə olubdu axı, mənim xəbərim yoxdur, axılırsan mənə deyil, mən nə bilim. Dedi ki, qoy əksləri çıxasınlar, əkslərin üstünə sənə mən əks görsədim. Çünki demağla olmaz. 30 dana ya 20 neçə dana əks bunlar çıxartdılar, o səfərdən gətirdi, mənə görsətdi, bir tozih verdi. Bu əksləri. Bu əks filan yerdəndir. Yəni bir dana kəndə getmişlər, o kənddən əks almışdılar. Nehbəndan adında. Bəlutistanda.
Bəluçistanla Xorasanın arasında. Orada görsəlirdi ki, bu kənddə cavan adam çox azdır, oğlan yoxdur, hamısı köçüblər oğlanlar, kəndlərdə, şəhərlərdə işləməyə, kəndlərdə, ayrı bir kəndlərdə, ayrı bir şəhərlərdə işləməyə köçüblər, xüsusən Xorasana, Tehrana. Qızlar və arvadlar qalıblar o şəhərdən, qoca kişilər qalıblar o şəhərdən. Əslində illərdir ki, bu şəhərdə cavan uşaq yoxdur. 15, 20, 25, 30 yaşında adam yoxdur bu şəhərdə, illərdir. Bura o qədər dünyadan uzaqdır ki, çərçi ilə getməz. Çərçi o daşqası ilə, əli ilə götürərlər, gedərlər, şəhid satarlar, onlar da getməzlər. Dünyadan o qədər uzaqdır. Burada bir ev yoxdur yaşamaq üçün. Burada yaşayanlar yeri qazıblar, üstünə xurma, yarpaqların qırıblar, atıblar, giriblər, onun içində qalırlar, yaşırlar. Yəni, əslində bir köhül qazıblar, mağara qazıblar ki, onun qapısı yoxdur. Qapının əvəzinə bir daşdır, girirlər, içəriyə çəkirlər, özlərinə tərəf olanı bağlılar, gecəni qalırlar o dəxmədə, o mağarada. Sabah oradan çıxırlar, gedirlər, məsələn, xurma ağaçlarının dibinə. Səhərlər. Bunlar o qədər kasıbdırlar ki, paltar almaq imkanları yoxdur. Bir iddə xanımların və ağaların paltarları o qədər cırılıb ki, bunların şərmigahları eşikdədir. Əkslərə baxdım, mən bu əkslərin üzü ilə bir dənə quzarışı təsviri yazdım. Hala hamı fikirli bəş, mən gedib orada yaşamışam. Bu quzarış mən İrandan çıxanda da dərs deyilirdi danışıqlarda. Amma mən orada gedib yaşamamışdım. Mən fəqət onu əkslərin üstündən təvsif eləmişdim ki, insanlar necə yaşırlar. Necə ki, mənim bir quzarışım caizə aldı İrandan. Divar-ı Vizarət-i Keşvərdən bir quzarış yazmışım. Vizarət-i Keşvər Fatimi Xiyabanında bir vizarətxanadır. O vizarətxananın qabağında bir nərdələr vardı. Onu götürdülər, yerine divar çəkdilər. Mən o divarın üstünə getdim. Ruzname-i Səlam'a bir dənə quzarış yazdım. Əlbəttə, o birisində quzarış yazmışdım Ruzname-i Səlam'da. Çap oldu və fəqət mən yazdım. O kətdir məcəllələrində heç istifadə olunmadı. Çox da mühüm bir təsir oldu. Çox mühüm təsir oldu. Oradan ki, bu quzarış təsviri bahis oldu ki, bir də edam olanların ailələri, bir də insanlar ki, istirdilər, ehsan versinlər filan. Ehsanlarını apardılar. Orada 60 dana fəş qoydular filan. Bəhman insanlara pul verirdilər ki, onlar işləsinlər, ac qalmasınlar. Vizarət Keşvərin divarı haqqında da bir dənə quzarış getdim. Mən hazırladım, getdim vəzirin muavini ilə danışdım. Muavinlərindən nəhayətdə əgər işçilərimizin 6-7 nəfər istefa verdi. Bir dənə tifara görə. Fəqət təvsif eləmişdim, yazmamışdım. O, mənlə nə cür rəftar elədi, nə dedi, nə danışdı, nə yazdı. Dana-dana, kəlmə-kəlmə hamısını yazdım. İstefa 6-7 nəfər vəziri Keşvərin muavinlərinin istefaya məcbur oldu. Fəqət təsvir, heç birisində bir dənə, elə bir şey əksi qoymuşdum ora. İnsanlar əksə baxsın, amma əksləri danışırdı əkslər. Azərbaycanda quzarışı tövsifi əslən yoxdur, təəssifanə. Mən çox istərdim ki, Azərbaycanda quzarışı tövsifi olsun, necə türkü yoxdur, təəssifanə. Quzarışı tövsifi yoxdur. Əlbəttə, Azərbaycanda çox məqalələr yazılır, şükür olsun türk dilində. Və mən bu son günlərdə daha çox məqalə oxuram türk dilində. Gəlir, çox ləzzət aparıram. Ay Rəhmani Fərin xüsusən məqalələri çox gözəldir. Dostlardan bir ikisi gördüm, bu günləri bir dostumuz tutulub, dünən tutulubdur, ya bugün tutulubdur. Sudi adında bir dostumuz, milli fəallardan onun haqqında bir yazı gördüm. Amma tövsifi deyildi, xəbər idi. Xəbər idi. Xəbər bir şeydir, quzarış bir şeydir. Quzarış bizim çox-çox lazımımızdır. Güney Azərbaycanın gərək hər şeyində quzarış olsun. Çünki quzarış bizə təhlil verər. Quzarış camiyə, oxuyanlara təhlil verər. Quzarış insanlarda doğru, düzgün düşüncə yaradır. Bu düşüncənin əsasında insanlar fəlsəfə və cəhangini düzəldə bilərlər. Amma mütəəssifanə indi mən məsələn oturmuşam Torontoda,
Güney Azərbaycana yağış yağır, yağışa görə əks var, amma məlumat yoxdur. Mən o yağışdan nə düşünürüm? Çox sadədir quzarı. Bu günləri Azərbaycanda qərarlı yağış yağsın, dolu gəlsin. Ona görə bir quzarıcı təsviri vermək, tavsifi vermək çox rahatdır. Bir-iki əks alacaqsan, bir dana film götürəcəksən, bir dana ləyən qoyacaqsan yerə. Bir dana ləyən qoyacaqsan bir yerə. Onun içinə yağış düşəcək, onu ölçəcəksən ki, məsələn, bu günləri sübdən axşama neçə santimetr yağış gəldi. Çünki o 1 metr iki bir dana ləyən qoymuşdun, böyük teşt qoymuşdun, o teştin içinə dolmuşdu. O teştin içinə düşmək, yəni bu məntəqədə nə qədər yağış düşür. 1 metr mükəbdə sən 1 metri tutmuşsan, 1 metrdə yağış ki belə idi, 2 mm, 3 mm, 5 mm, yarım santimetr, bəlli olar ki, məsələn, bir belə yerə yağış yağdı, bir belə bizim yağışımız vardı. Yəni, çox rahatca biz tavsif verə bilirik hər şeydən. Mən xidmət izləyəm ki, bu haqda köməklik eləyəm. Eləyə bilək Azərbaycanda tavsifi quzarışlar yazaq. Mən gələn həftə elə belə qoyuram qalsın, hər gün çalışacağım ki, həm quzarışı tavsifiyə görə bir nümunələr oxuyam gəlin həftədən. Yəni, bunları başlayacaq, bunlardan dərs verək, getiririk bunlara, ondan sonra keçəcək quzarışlara, quzarışlardan sonra məqalələr, təhlillər, təfsirlər, ondan sonra keçəcək bəlkə biraz tənz, mən özüm tənz yazmaram, tənziçi deyirəm, amma tənzi başarıram azdan çoxdan. Ondan sonra keçəcək nağıla, hikayə, romana, beləsi Azərbaycan məsələlərində çalışacaq ki, bir işlər görək. Sağ olun, təşəkkür edirəm ki, bizə qulaq asdınız. Gələn həftə, gələnki bərnamə ki, 2 gün sonra olacaqdır, sizə Allaha tapşırıram. Sabahlarda bir qrupda mən danışacağam, mövzum da ölüm və qorxu kölgəsində yaşamaqdır. Sağ olun, sağ qalın, hələlik.